Oy, siz inanırsınız, mən uşaqlarımı qucaqlayanda deyirəm ki, mənim ən sağlam balam. Deyirəm ki, dünyanın ən sağlam balası. Mənim ən şanslı balam, bəxti gətirən balam, ruzusu özlərindən gözəl balam. Mən həmişə onlara belə deyirəm, onlar belə baxırlar mənə. Adi biz sakit dediyimiz formada belə biz o uşaqların ruhu ilə danışmış oluruq. Yəni ürəyimizdə belə desək. Ürəyimizdə belə desək, məsələn bəzi analar var ki, belə deyək də, sanki təsəvvür edirlər ki, bir baryer var qarşılarında, uşağa gedib yaxınlarsa, uşağı qucaqlasa, yəni pis mənada deməyim, sevgi görə bilmədiklərinə görə sevgini göstərə bilmirlər. Bu valideynlərimiz var. Əslində bu qız övladlar üçün çox böyük bir travmadır. Qız anadan sevgi görmədiyinə görə müəyyən yaşa çatandan sonra özünü bəyənmir. Keçir eril vəziyyətinə. Yəni başlayır oğlan kimi geyinməyə, oğlan kimi gəzməyə, oğlan kimi hərəkət eləməyə, belə deyək. Yəni özünü sanki elə bir kişi kimi görür. Ki elə də olur ki, anasından da elə görür də. Yəni ananı da. Çünki sevgi nədir? Qadınlıq. Əgər məndə qadınlıq varsa, mən kiməsə sevgini göstərə biləcəm, əzizləyəcəm, tumarlayacam. Çünki qadınsı kimi hərəkət eləyəcəm. Amma mən ona gedib yaxınlaşa bilmirəm, göstərə bilmirəmsə, bu adətən kişilərə aid olan bir. Daha möhkəm olmaq moduna girirlər əslində. Güclü olmaq daha moduna. Güclü. Və bu da ana keçir mühafizə roluna və uşaq bezir. Biz əslində uşaq, məsələn, mən öz övladlarım deyək ki, getdi, oynadı, yıxıldı. Mən hələ bu yaşa qədər deməmişəm də ki, ay can, nə oldu sənə? Gəl baxım görüm sənin aran qanad. Belə baxıram, deyirəm ki, heç nə yoxdur. Çırp üstüvü gəl. Çünki uşaq bir yıxılanda, iki yıxılanda, üçüncüdə mənə ehtiyacı olmayacaq. Uşaq yıxıla böyüyür də, belə deyək. Yəni hər yıxıldıqca və yaxud da nəsə getdi, əlinə nəsə batdı, tez qışqırım, qaçım ananın üstünə, o sonra da böyüyəndə iş yoldaşları arasında həmişə diqqət gözləyəcək, həmişə deyəcək ki, hə, mən bunu elədim, kimsə mənə desin ki, əla, sən bunu bacardın, əla. Axı ona ehtiyacımız yoxdur bizim özümüzün əslində. Yəni valideynlərdən əgər onu görmüşüksə, müəyyən yaşdan sonra onları kimizdənsə gözləməyimizə ehtiyac yoxdur. Zaten biz əgər görmüşüksə, biz özümüzü güclü sayacaq, biz özümüzü hər şeyi bilən sayacaq, belə dedik, yəni balanslı sayacaq. İstər sevgi mənasında, istər ruzu mənasında, hər şey. Yəni ona görə də valideynlərdən mən demək istəyərəm ki, öz görə bilmədi, eləmək istəyib də eləyə bilmədiklərinizi indi icazə verin, qoyun uşaqlarınız eləsin. Çox maraqlı baxıydı. Düzdür, zaten onsuz da siz onu balansda saxlayacaqsınız. Ana olaraq, ata olaraq, əgər siz yaxşısınızsa, sizin övladlarınız gedib hər hansısa pis bir şey eləməyəcək ki. Doğru. Düzdür. Yəni siz əgər özünüz yaxşısınızsa, pissizsə mən bir şey deyə bilmərəm. Onda düzəltməyə olar. Terapiya ilə deyək ki, özünüz nə deyək ki, və yaxud da kimsə başı salmaqla deyək ki. Amma yəni uşaq gördüyün edir.